İmam Həsən və İmam Hüseyn uşaq idilər. Bərabər oynayar, yemək yeyər, gün sonunda yorulub elə eyni zamanda da yatardılar. Bir gecə İmam Həsən və İmam Hüseyn gecəni yata bilmirlər. Pıçıltı səsləri onların marağını cəlb edir. Ay bu kiçik evin pəncərələrindən süzülərək hər tərəfi işıqlandırırdı. Onlar bir yerdə otağı tərk eləyib, səs gələn tərəfə getdilər. İmam Həsən və İmam Hüseyn anaları xanım Zəhranın dua etdiyini gördülər. Onlar lay-lay kimi şirin səslənən sözlərin təsiri altında analarını diqqətlə dinləyirdilər. İmam Həsən və İmam Hüseyn analarının özü üçün heç bir dua etmədiyini gördülər. İmam Həsəni maraq bürüdü. Bir müddət sonra dayana bilməyib anasına yaxınlaşdı. Anacan, sən bəs özün üçün niyə heç bir dua etmədin? Xanım Zəhra gülümsəyərək İmam Həsən və İmam Hüseyni yanına səslədi və şəfqətlə onlara belə izah etdi. Əziz balalarım, Allah özündən əvvəl başqaları üçün dua edən bir insanı daha çox sevir. Bu sözü isə məndən yadigar kimi saxlayın və dua edərkən heç vaxt unutmayın. Əvvəl qonşu, sonra özümüz.